yoxdur. Prizmada oturacaqlarda, üst oturacaqda, alt oturacaqda eyni fiquru çəkirdiniz və uyğun təpələri birləşdirməklə nə alırdınız? Prizma, düzdürmü? Piramidada isə oturacağa fiqurunuzu çəkirsiniz. Məsələn, tutaq ki, 3 bucaqlı piramida çəkmək istəyirəm. Oturacağa 3 bucaq çəkirsiniz, təpədə bir nöqtə qeyd edirsiniz və uyğun təpələri birləşdirirsiniz. Bax, bu bizdə nə oldu sizdə? 3 bucaqlı piramida. Tutaq ki, 4 bucaqlı piramida çəkmək istəyirsiniz. Oturacağa bir dənə 4 bucaqlı çəkirsiniz, uyğun təpələrini nə edirsiniz? Birləşdirirsiniz. Bu sizdə nə oldu? 4 bucaqlı piramida. İndi başlayaq sizdə nəyindən danışmağa. Məsələn, prizmanın tutaq ki, deyirdim ki, təpə nöqtələrin sayını necə tapırsınız? Deyirdiniz ki, 3 ellə tapılır, düzdürmü? Məsələn, 4 bucaqlı prizma nə idi? Kub. Kubun neçə tili var idi? 12. 4-ü nəyə vurmaqla tapırdınız? 3-ə. İndi baxaq, bunun təpə nöqtələri necədir? Lövhə. Təpə nöqtələr bax bunlardır. Neçə təpə nöqtəsi var? 4. Amma neçə bucaqlıdır? 3 bucaqlıdır. Bura baxın. 1, 2, 3, 4. Bu da 5. Neçə bucaqlıdır amma? 4. 4 bucaqlıda 5 təpə nöqtə var. 3 bucaqlıda neçə təpə nöqtə var? 4. Deməli, təpə nöqtələrin sayı nə oldu? En üstə gəlsin 1. Sonra tillərin sayı. Tillərin sayını necə tapırsınız? Bax, 1, 2, 3, 4, 5, 6. Neçədən oldu? 6. Neçə bucaqlı idi? 3 bucaqlı. Keçdim bura. 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə tili var? 8. Amma neçə bucaqlıdır? 4 bucaqlı. Deməli, tillərin sayı nə ilə tapılır sizdə? 2. Keçdim. Üzlərin sayı. Üzlərin sayı necə tapılır? Üz bir dənə bax, oturacaqdır. Düzdürmü? 3 dənə də nəyi var? Yan üzü. Biri də arxadadır. Burada bir dənə oturacaqdır. 4 dənə də nəyi var? Yan üzü. Yəni bir dənə oturacaq əlavə olunur. Yan üzdən neçə bucaqlıdırsa onun sayı ilə gedir. Yəni üzlərin də sayı nə olacaq sizdə? N+1. Bir də yadınızdadırsa, prizmada öyrənmişdiniz. Diagonal, bir də diagonal kəsilir. Bunun diagonalı olmur. Niyə diagonalı olmur? Çünki yuxarı bir təpədə birləşir, 3 bucaq kimi əmələ gətirir. 3 bucağın diagonalı olmadığına görə bunun diagonalı ola bilər? Ola bilməz. Amma diagonal kəsiyi var. Məsələn, 3 bucaqlı da yoxdur, çünki oturacağına diagonal çəkə bilmirsiniz. Amma burada lövhəyə baxaq. Buradan bir diagonal çəksəm. Bax, bu hissə var, qırmızıladım. Bax, bu qırmızıladığım hissə bunun adlanır diagonal kəsiyi. Yəni, piramidanın diagonal kəsiyi deyəndə sizdə bunu nəzərdə tutur. Oturacağına bir dənə diagonal kəsirsiniz, çəkirsiniz. Yuxarıda qalan hissə nə adlanır sizdə? Diagonalın kəsiyi. Yəni, diagonalın kəsdiyi hissə. Amma 3 bucaqlı da olmur, çünki 3 bucağın diagonalı yoxdur. Aydındır. Başa düşdünüz bunları. Dəqiq. İndi danışıram sizdə nədən? Bax, bunlar sizdə bu çeşidlikləri adlanır piramidanın yan tili. Piramidanın yan tillər hamısı bir-birinə bərabərdir və hamısına bir dənə el verirəm. Bir də var sizdə piramidanın apofemi. H apofem nədir? Yan üzün hündürlüyünə piramidada deyilir apofem. Apofem necə olur? Bax, bu bunun yan üzüdür. Düzdürmü? Bax, bu yan üzündən yuxarıdan bir dənə hündürlük indirsəm, bu adlanacaq sizdə H. Yan üzün hündürlüyünü adlandırdınız siz H. Qulaq asın. İndi sizə 2 dənə şəkil göstərəcəm. Bu şəkil sizə həm fəzada düz xətlər və müstəvidə lazım olacaq, həm də lazım olacaq piramidada. Şəkillərdən birincisi nədir? Bax, bu sizin yan tilinizdir. Bu sizin öz hündürlüyünüzdür. Bax, buranı birləşdirin. Bax, buranı. E, H. Onda bura sizdə olur, böyüyür. Yəni, xülasə, deyirəm ki, əgər siz hündürlüklə yan til arasında qalan hissəni axtarırsınızsa, yəni bu katiti axtarırsınızsa, bu olur, oturacaqdakı figurun böyüyür. Yəni, yazıram, H kvadrat, üstə gəl, böyük yerin kvadratı, bərabər nəyin kvadratına? Elin kvadratına. Bir də var sizdə. Yan üzün hündürlüyü, bax bu, H. Buradan yenə hündürlüyünü indirəm, bax bu hissə. Bu H-dır,
Bu olur sizdə balaca, bu da yenə olur hündürlük. Haşapın kvadratı bərabər olur. Hündürlüyün kvadratı üstə gəlsin. Balaca yerin kvadratı. Deməli, nəyi yadınızda saxlayırsınız? Əgər sizdə yan tillə birləşdirərsinizsə hündürlüyü, nə olur sizdə aşağıdakı böyüyür? Yox, əgər haşapla hündürlüyü birləşdirən katet axtarırsınızsa, sizdə nə olacaq? Balaca yer. Aydındır? Başa düşdünüz? Haşap yan üzümlü.